Salam, mən Nərmin müəllimə. Sizinlə ifrazat sisteminin təkamülü izahını paylaşacağım. Deməli, təbii ki, biz danışırıq heyvanlardan, heyvanlar aləmindən. Deməli, heyvanlara ən birinci biz deyirik bir hüceyrələr yarım aləmi. Bu bir hüceyrələr yarım aləmində ifrazata xidmət edir. İfrazat vakuoldur. Və təbii ki, biz deyirik ki, artıq proterozoyda bütün heyvan tipləri var idi. Demək ki, bir hüceyrəlilər var idi və ifrazat vakuolu var idi. İfrazat vakuolu nə zaman yarandı deyə bizdən soruşsalar, deyəcəyik proterozoyda. Və bir hüceyrələrin adətən bir hüceyrəsində bir dənə ifrazat vakuolu olur. Yeganə olaraq infizor tərlikdə 2 dənə ifrazat vakuolu var ki, və bu ifrazat vakuolları da ulduz şəkillidir. Ümumiyyətlə, sərbəst həyat tərzi sürən bir hüceyrəlilər, ya da belə desək, bizim öyrəndiyimiz bir hüceyrələr arasında ən mürəkkəb quruluşa malik olan nümayəndə infizor tərlikdir. Hansı ki, ağız dəriyi var, ağzı var, hüceyrə ağzı var, tullantı dəriyi var, iki ifrazat vakuolu var və eləcə də həzm vakuolunun istiqamətlənmiş hərəkəti var və s. İndi burada da ifrazat vakuolunda da biz mürəkkəbliyi görürük. Artıq ulduz şəkilli vakuoldur. Və deyirik ki, bir hüceyrələrdə ifrazat vakuolu xidmət edir iki funksiyaya. Bir, ifrazat məhsullarının orqanizmdən kənarlaşdırılmasına və iki, suyun artığının orqanizmdən kənarlaşdıraraq osmotik təzyiqin tənzimlənməsində iştirak edir. Ki, əks halda hüceyrə, belə deyək, doğru dildə, yəni partlaya bilər. Yəni artıq orqanizm məhv ola bilər. Belə. Növbəti danışırıq biz bağırsaq boşluqlardan. Bağırsaq boşluqlar tipinin nümayəndələrinin orqan və toxumaları yoxdur. Və bu xüsusiyyət yalnızca, yəni heyvanlar aləmində bir tipdə deyil, bizim gördüyümüz iki tipdə var. Yəni bağırsaq boşluqlar və süngərlər tiplərinin nümayəndələrində orqan və toxumalar yoxdur. Yəni burada biz deyirik ki, ümumi olaraq ifrazat prosesi baş verir bütün bədən səthi ilə. Bu o deməkdir ki, daxili qat və xarici qat hüceyrələrinin hər birində ifrazat vakuolu var və hər hüceyrə öz ifrazat məhsulunu özü müstəqil olaraq xarici mühitə xaric edir, belə deyək, atır və s. Bu da olur bədən səthi ilə ifrazat. Növbəti gəlir yastı qurdlar tipi. Üzr istəyirəm. Yastı qurdlar tipində biz deyirik artıq protonefridial tipli ifrazat sistemi var. Protonefridial tipli ifrazat sisteminin ucu ulduz şəkilli hüceyrələrlə tamamlanır. İlk dəfə bizim öyrəndiyimiz, yəni orta məktəbdə öyrəndiyimiz deməli nümayəndə məhz axplanaridir. Və yenə də deyirik, bütün tiplər proterozoyda yarandı dediyinə görə, yəni biz deyəcəyik ki, burada yenə də protonefridial tipli ifrazat sistemi də artıq proterozoyda var idi. Və axplanaridə deyirik ki, iki əsas kanal var bədən boyunca uzanan və bu iki kanal xaricə özü müstəqil formada açılır. Öküz soliterinin, yəni linçəkilli qurdların ifrazat sisteminə belə geniş danışılmır orta məktəb səviyyəsində. Sadəcə yenə deyirik ki, protonefridial tipli ifrazat sistemidir. Amma qaraciyər sortusuna gəldikdə biz artıq deyirik ki, iki dənə əsas kanal bədənin arxa tərəfində bir-biri ilə birləşərək ifrazat qovuqcuğunu əmələ gətirir. İndi burada diqqətli oluruq, qovuqcuğu biz görürük yalnızca qaraciyər sorucusunda. Və qaraciyər sorucusu, yəni sorucu qurdlar sinfi ümumiyyətlə tamamilə parazitdirlər. İndi sorucu qurdlar sinfinin bəzi nümayəndələri proterozoyda yarana bilərdi. Ki, suda yaşayan nümayəndələrdə paraziti keçsin. Amma konkret qaraciyər sorucusu desələr ki, proterozoyda var idimi? Xeyr, yox idi. Niyə? Çünki qaraciyər sorucusunun əsas sahibi qaramal və insandır. Proterozoyda məməlilər yox idi.
Belə, yəni deyirik ki, ifrazat sistemində qaraciyər sorğusunda biz gördük sidik qovuqcuğunu və sidik qovuqcuğu özü ifrazat məhsulunu bədəndən xaricə çıxarır. Daha sonra gəlir sap qurdlar. Yəni sap qurdların da əksəriyyəti parazit həyat tərzi sürür. Sap qurdların ən geniş yayılmış nümayəndəsi insan skardir. İnsan skardin də bizdən soruşdular ki, bəs proterozoida var idimi? Xeyr, yox idi. Proterozoida insan yox idi. Amma soruşsalar ki, sap qurdlar proterozoida var idimi? Bəli, sap qurdların yanına yazılır takson olaraq tip. Demək ki, tip də var idi. Yəni sap qurdlar tipi proterozoida var idi, amma nümayəndə olaraq insan askaridi yox idi. Və insan askaridində biz deyirik ki, o protonefridial tip ifrazat sistemində iki kanal bədənin ön tərəfində bir-biri ilə birləşir və xaric açılır. Yəni nə görürük? Bədənin ön tərəfinə ifrazat məhsulunun və ifrazat sisteminin açılmasını, məhz bədənin ön hissəsinə. Ondan sonra gəlir həlqəvi qurdlar. Yenə də tip olaraq həlqəvi qurdlar tipi proterozoida var idi. Tip olaraq və həlqəvi qurdlar tipində biz deyirik artıq metanefridial tipi ifrazat sistemidir. Demək ki, elə metanefridial tipi ifrazat sistemi də proterozoida yaranmışdı. Və soxulcan üzərindən belə deyirik. Deyirik ki, soxulcanın bədəninin ilk 4 və son 4 buğumunda metanefridlər yoxdur. Yerdə qalan bütün buğumlarda 2 ədəd metanefridi var. Və metanefridləri belə deyirik, məsələ belə düşər bizə. Deyər ki, soxulcanın bədəninin orta hissəsində 8 buğumda neçə metanefridi var? 8 vurulsun 2 bərabərdir 16. Amma bizdən sorsalar ki, bədəninin ön hissəsində 8 buğumda neçə metanefridi var? Onda mən bu 8-dən birinci çıxacam. O metanefridi olmayan 4 dənə buğumu yerdə qalan buğum sayını vuracam 2-yə. Çünki hər buğumda 2-2 metanefrid yerləşir. Bu da həlqəvi qurdlar. Yəni həlqəvi qurdlarda artıq proterozoida var idi. Və bir də burada ifrazat sistemində nəyə diqqət edirik? Məsəl üçün deyirik, 5-ci buğumda başlanğıc götürən metanefridi 6-cı buğumda bədəndən xaric açılır. Daha sonra gəlirik mollyuskulara. Mollyuskular tipdir və tip olaraq biz deyirik ki, artıq bu tip olaraq mollyuskular tipinin ifrazat sistemində böyrəklər yaranmışdır. Təkamülcə deyəcəyik ki, amorfozdur. Böyrək mollyuskular üçün amorfozdur. Yenə də mollyuskuların yanına tip yazdığımız üçün deməli deyirik ki, mollyuskular tipi də yaranmışdır. Proterozoida demək ki, böyrək də var idi proterozoida. Amma hansı böyrək? Qıf şəkilli və ya da metanefridial tipli böyrək. Və böyrəklərin sayları var mollyuskuların sinifləri üzrə. Qarın ayaqlılarda 1, 2 taylılarda, baş ayaqlılarda isə 2 böyrək var. Və iç taylarla qarın ayaqlılarda deyirik ki, deməli, böyrək ürək ətrafı kisə, yəni bir tərəf açıq ürək ətrafı kisə, bir tərəf açıq məntiq boşluğuna, yəni orqan olaraq hardasa belə deyirik, ürəklə əlaqəlidir, belə deyirik. Bu da belə, yəni ürək yanı kisəyə açılır deyə. Konkret təbii ki, ürək boşluğu ilə bir əlaqəsi yoxdur, amma ürək yanı kisəyə açılır deyə deyirik ki, ürəklə əlaqəlidir. Bu da mollyuskular. Yəni deyirik ki, böyrək artıq proterozoid üçün amorfozdur. Daha sonra gedirik buğum ayaqlılar tipinə. Yenə də bax, deyirik ki, buğum ayaqlılar tipi yarandı proterozoidda. Buğum ayaqlılar tipinin yalnızca xərçəngçimilər sinifinə təsadüf olunurdu proterozoidda. Buna görə deyəcəyik ki, xərçəngdə də olan bir küt yaşıl vəzi ki var ifrazat orqanı və bu yaşıl vəzi amorfozdur proterozoid üçün. Və biz nə deyirik? Deyirik ki, yaşıl vəzlər açılır xərçəngdə bığcıqların dibinə. Və bığcıqlar harada yerləşir? Bədənin ön tərəfində. Yəni, yenə də biz ifrazat məhsullarının bədənin ön tərəfinə açıldığını gördük. Və bunu biz gördük 2 yerdə. Bir sap qurdlarda,
İki, boğmayaqlılar tipinin xərçəngçimlər sinifində ifrazat məhsulları bədənin ön tərəfinə açıldı. Bu da belə. Daha sonra xərçəngçimlərdən sonra gəlir hörümçəkçimlər, yəni kitabdakı ardıcıllıqla mən deyirəm. Hörümçəkçimlər. Hörümçəkçimlər yaranır daş kömürdə. Və hörümçəkçimlərin ifrazat orqanı xüsusi vəzilər, yəni bunlara deyirik koksaid və ya da koksal vəzilər və malpighi boruları. Amma indi kitabdakı ardıcıllığa baxdıqda hörümçəklərdən daha sonra gəlir həşəratlar. Amma biz o geofoloji cədvəldə deyirik ki, ilk dəfə quruya çıxdı Silurda boğumayaqlılar. Məhz quruya çıxan boğumayaqlılar cücülər idi və bu cücülər uça bilmirdilər. Və bu cücülərə biz deyirik ki, artıq cücülərdə deyirik daha doğrusu, malpighi boruları yarandı. Yəni malpighi boruları aramorfozdur Silur üçün. Uçmayan cücülərdə. Cücülər ümumi harda əmələ gəlir desək, deməli uça bilməyən cücülər əmələ gəlir Silurda. Uçan cücülər əmələ gəlir daş kömürdə. Və təbaşirdən əmələ gəlir tozlayıcı cücülər. Amma artıq cücülər Silurda var idi deyə demək deyirik ki, Silurda əmələ gəldi artıq ifrazat sistemində malpighi boruları. Aramorfozdur. Və malpighi borularından yoldaşlar biz deyirik ki, bir ucu kor qurtarır, digər ucu isə bağırsağa açılır. Yəni biz burada nə görürük? Bir, ifrazat sistemi həzm sistemi ilə əlaqəlidir. Yəni bir deyəndə eyni nüans əslində sadəcə testdə bizim qarşımıza iki fərqli cümlə olaraq çıxa bilər. İfrazat sistemi həzm sistemi ilə əlaqəlidir və həzm qalıqlarıyla ifrazat məhsulları bir-birinə qarışır və s. Bir götürəcəyik. Biz malpighi borularına malik boğmayaqlıları. Oldu mu? Bu. Bunlara da aiddir təbii ki, dedik ki, hörümçəklər və həşəratlar. Hörümçəklər də əmələ gəlmişdir daş kömürdə. Və biz deyirik ki, hörümçəkçimlər ilk quru heyvanlardır. Yəni özü quruda yaranan ilk heyvandır. Hörümçəkçimlərə qədər hamısı sudan çıxırdılar, amma burada artıq ilk yarandı deyirik. Hörümçəklər, hörümçəkçimlər və yaxud da. Və daha sonra da gəlir artıq xordallar tipi. İndi xordallar tipində birinci yarım tipinə aiddir başı xordallar nümayəndəmizlə neştərçə və neştərçənin ifrazat sistemi soxulcanda olduğu kimi idi, metanefridlər idi və hətta yadımızda biz demişdik ki, proterozoid onurğasızların bütün tipi eləcə də xordallılar tipinin baş xordallar yarım tipi, yəni neştərçə yaranmışdı. Yəni elə bayaq dediyimiz kimi ki, aramorfoz idi, metanefridlər proterozoida, yəni həm orada soxulcan var idi, həm də neştərçə var idi. Amma yenə də hansında birinci yarandı soruşsalar, hərqəvi qurdu, yəni soxulcan deyəcəyik. Soxulcan orada belə deyək də, eyni tipin nümayəndələri var idi. Zəli, neril, qumqurdu və s. Yəni ümumcətin soxulcan dedikdə tipin ən məşhur nümayəndəsi, bizim ən çox öyrəndiyimiz nümayəndə soxda deyil mi? Hərqəvi qurdlarda aramorfoz idi təbii ki, metanefri idi. Bu da belə. Daha sonra gəlir balıqlar. Balıqlarda artıq onurğalılar tipinin sinifləridir və balıqlar sinifi üstüdür. Balıqlar sinifi üstünü bölürük biz iki sinifə. Qığırdaqlı da sümüklü balıqlar. Balıqlarda deyirik ki, bir cüt lent şəkilli qırmızı qonur böyrəkləri var. Balıqdan əvvəl mollusklarda böyrək var idi deyə aramorfoz deyə bilmərik. Ondan sonra çıxır bir cüt sidik axarı. Sidik axarına aramorfoz deyə bilərik. Və əmələ gəlir eyni zamanda sidik hissəsi. Sidik hissəsinə aramorfoz deyə bilərik və balıqlarda. Daha sonra gəlir suda qurda yaşayanlar. Suda qurda yaşayanlarda əmələ gəldi klauka. Suda qurda yaşayanlar yarandı Devonda. Amma klaukaya aramorfoz deyə bilmərik. Çünki klauka sadəcə olaraq bağırsağın aşağı hissəsinin genişlənməsidir. Yəni yeni müstəqil bir orqan deyil. Və ona görə aramorfoz demək hardasa düzgün çıxmır. Amma ilk dəfə yarandı soruşsa deyəcək suda qurda yaşayanlarda. Və klaukaya açılır
bir cüt sidik axarı, bir ədəd bağırsaq və bir cüt cinsi vəzin axarları. Yəni ümumi götürdükdə 3 sistem, yəni cinsiyyət, ifrazat, həzm və 5 dənə axar. 3 sistem və yaxud da 3 növ axar, amma 5 ədəd axar. Ədəd deyəndə tək-tək sayı 1 bağırsaq, 2 ifrazat, 2 cinsiyyət. Bu da belə. Daha sonra yenə də artıq biz Sudoku yaşayandan danışırdıq, hə. Yenə də Sudoku yaşayanlarda biz artıq deyirik ki, ifrazat məhsulları ilə həzm qalıqları və yaxud da həzm sistemi, ifrazat sistemi bəli bir-biri ilə əlaqəlidir. Yəni biz bunu gördük. Bir Malpighi borusu olanlardan və iki Klaukas olanlardan. Bu da belə. Və artıq ilk dəfə Sudokuda yaşayanlarda paxla şəkilli böyrək əmələ gəlmişdir. Ya da belə deyirik artıq, böyrəklər paxlalaşmağa doğru gedirdi. Yəni ali məməlilərdəki paxla şəkilli böyrək var. Həmin o böyrəyin artıq təməli qoyulur, belə deyək, artıq paxla formasını almağa başlayır. İlk dəfə Sudokuda yaşayanlarda. Çünki balıqlarda bayaq dedik, lent şəkilli idi. Daha sonra sürünənlərdən danışacağıq. Sürünənlər də ilk dəfə əmələ gəldi daş kömürdə. Sürünənlərin ifrazat sistemində belə bir müxtəliflik, fərqlilik yox idi. Eyni Sudokuda yaşayanda olduğu kimi yenə də bir cüt böyrək, bir cüt sidik axarı, bir ədəd sidik axarlar tökülür Klaukaya, amma sidik hissəsi də var. Sidik hissəsi Klaukaya ilə əlaqəlidir. Amma yəni sidik axarları sidik hissəsinə yox, Klaukaya açılır. Ondan sonra gəlirik quşlara. Quşlarda nəyə vurğuluruq yoldaşlar? Quşlarda biz deyirik ki, uçuşla əlaqədar olaraq bədən yüngülləşsin deyə sidik hissəsini itirir. Yəni burada biz sidik hissəsini deyəcəyik degenerasiya. İlk uçan onurğalılar yaranır yurada, amma əsl quşlar yaranır artıq təbaşirdə. Və mən düşünürəm ki, bu elə sidik hissəsinin degenerasiyasını biz götürə bilərik əsl quşlar üçün. Çünki uçan onurğalıların yanında bizdə kitab yazır Arxeopteryx və Arxeopteryx deyirik ki, birbaşa quşların əcdadı deyil. Düzdür, Arxeopteryxin lələkləri var. Misal üçün, lələk amorfozdur desə, biz onu deyəcəyik Yura üçün. Amma sidik hissəsinin degenerasiyası, yəni artıq sırf uçuşla əlaqədar olaraq bədən yüngülləşsin deyə və s. düşünürəm ki, biz bunu təbaşirdə deməliyik, əsl quşlar yarandığı dövrdə. Üzr istəyirəm. Aha. Daha sonra, quşlarda sidik hissəsi yoxdur, degenerasiyadır. Amma yenə də bir cüt böyrək, bir cüt sidik axarı gəlir birləşir Klaukaya və Klaukadan da xaric olunur. Yəni biz əslində quşun ifrazat məhsuluna zıl deyirik, quş zılı. Niyə görə biz buna zıl deyirik? Çünki sidiklə nəcis, belə deyək, bir-birinə qarışır və daha duru formada olur. Yəni əslində bizim gördüyümüz quşdur. Yəni quşda necədirsə ifrazat məhsulları duru hal, yəni ifrazat demək, ifrazatla nəcis birlikdə, yəni həzm qalıqları birlikdə. Eynisi Sudokuda yaşayan və sürünənlərdə də var. Sadəcə bizim yaşadığımız mühitdə, belə deyək də, bizlə birlikdə yaşayan quşlar deyil, quşların atdıqları məhsulları, belə deyək, daha tez-tez görürük. Bu da belə. Və daha sonra bir də sonuncu gəlir artıq sinif olaraq məməlilər sinifi və məməlilər sinifində vurğulayırıq nəyi? İlk məməlilərdə quşlarda olduğu kimidir. Yəni hələ də klaukası var. Yəni sidik axarlarca klaukaya birləşir. Amma artıq ali məməlilərdə sidik hissəsi var. Düzdür, sidik hissəsini burada biz aramorfoz deyə bilmərik. Çünki onsuz da belə deyək, məməlilər başlanğıc götür sürünənlərdən onsuz da sidik hissəsi var idi. Sadəcə fərqli qol, yəni sürünənlərdən inkişafdan fərqli bir qol olan quşlar uçuşla əlaqədar olaraq sidik hissəsini itirdi. Deməli, burada deyirik ki, məməlilərdə sidik hissəsi var. Sidik hissəsi xaricə sidik kanalı vasitəsilə açılır. Yəni, burada artıq biz deyirik ki, sidik kanalı yalnızca məməlilərdə var və hansı məməlilərdə? Ali məməlilərdə. Buna görə də deyirik ki, və ya əsl məməlilər və plasental məməlilər və s. Buna görə də deyirik ki, klauka, özür istəyirəm, sidik kanalı
Aramorfozdur məhz təbaşir üçün. Çünki elə məməlilər, yəni artıq ali məməlilər, klaukasız belə deyək məməlilər yarandı ilk dəfə təbaşirdə. Belə. İfrazat sistemi ilə bağlı bu qədər yoldaşlar. Belə. Növbəti sistem hansı sistemin bu tip belə təkamül olsun istəyirsinizsə videonun altında rəy olaraq yazın. Bir də mən sizə bildirəcəm nəyi? Ödənişsiz sertifikasiya və ödənişsiz MİQ və abituriyent sınaqları paylaşırıq ödənişsiz WhatsApp qrupumuzda. Qrupa qoşulmaq üçün videonun altında qeyd olunan linkə basa daxil ola bilərsiniz və yaxud da 050 752 28 63 nömrəni də yenə videonun altında qeyd edəcəm. Nömrəsinə yazaraq qrup linkini istəyə bilərsiniz. Belə, uğurlar yoldaşlar, uğurlar.